İnsanda bu bacarıq var ki, öz vücudunun bir hissəsini gizlədə bilir. İnsan hətta özündən də öz xüsusiyyətlərini gizlədə bilir. İnsan bir həddə gəlir çatır ki, gizlətdiyi hissələri inkar da eləyə bilir. Əvvəl gizlədir, sonra deyir, məndə bu yoxdur, inkar eləyir. İnsan öz pisliklərini öz içində dəfn edə bilir, gizlədə bilir. Yaxşılıqlarını da. Məsələn, vücudunun yaxşı hissəsini ki, Allah onu ilahi fitrətlə yaratmışdı, gözəlliklə yaratmışdı, öz içində dəfn edən insana kafir deyilir. Kafir, yəni örtən, lüğətdə mənası budur. Bir şeyin üstünü örtənə kafir deyilir ərəb dilində. Və niyə görə Allahı danana kafir deyirlər? Çünki öz içində müsbət şeyləri gizlədir, ört-bastır eləyir, özündən də gizlədir, deyir, mən Allaha inanmıram. Hərçənd ki, bu inam onun içindədir, sadəcə özündən gizlədib onu, üstünü örtə bilib. Belə insanlar daim narahatdılar. Çünki özünü inkar eləyib yaşayırlar. Özünü inkar eləyib yaşayan insan mütləq narahatdır. Heç vaxt aram yaşaya bilməz. Çünki öz varlığının bir hissəsini inkar eləyir, gizlədir. İnsan kamil olmaq istəyir deyə nöqsanlarını gizlədir. Hətta inkar eləyir. İnsan kamilliyə aşiqdir deyə nöqsandan qaçmaq üçün ondan azad olmaq əvəzinə qəribə bir şeydir. İnsan onu gizlədir və inkar eləyir. İnsanlar hörmətli olmaq istəyir. Hörmətli olmaq istəyir. İnsan üçün hörmət, izzət çox mühüm bir dəyərdir. Ona görə də insanlar pisliklərini başqalarından gizlədirlər. Bu bir həddə normaldır, hətta yaxşıdır. İnsan öz pisliyini başqasına açıb deməməlidir. Özünü hörmətdən salmamalıdır. Bu təbii bir haldır, normal bir haldır. Həya icazə verməməlidir insana ki, hər pisliyini açsın, dilinə gətirsin, danışsın. Əgər dindar olsa bu adam, din də buna icazə vermir. Din də deyir ki, demə pislikləri cəmaata. Oturub adam rahat şəkildə öz pisliklərini danışırsa, bu pis haldır. Bu xoşa gələn hal deyil. Ona görə də insanlar öz pisliklərini gizlədirlər və pislikləri gizlətmək, sırf pislikləri gizlətmək münafiqlik deyil, ikiyüzlülük deyil. Normal bir haldır. İnsan evinin, dünən çox misal çəkdim bundan, bir dənə də bugün misal çəkim ki, evinin tullantılarını gəlib qonağın qabağına qoymaz. Məntiqli deyil bu. Onları qonaqdan gizlətmək ədəb əlamətidir, adi bir etiket əlamətidir. Adam öz hörmətini, izzətini qorumalıdır. Amma bu məsələdə ifrata gedəndə olacaq münafiqlik. Cəmaatı aldatmaq üçün yaxşı görsənirsənsə, pislikləri gizlədirsənsə, bu artıq pisdir. Bu münafiqlikdir. Bəzən adam o qədər pisliklərini gizlədir ki, bunda olmayan yaxşılıqları da iddia eləməyə başlayır. Bu pisdir. Əvvəl pisliklərini gizlədir, sonra onda olmayan yaxşılıqlarına sahiblənməyə çalışır. Deyir, mən beləyəm, hərçənd ki, belə deyil. Bu yaxşılıq bunda yoxdur.